Salam, xoş gördük hər birinizi. Bugünkü videomuzda sizlər üçün bir neçə test nümunəsinə baxacağıq və ən sadə üsullarla həll edəcəyik. İlk sualımızda deyilir, axıntı sürətinin sabit olduğu bir çayda KL istiqamətində üzən qayıq 3 saniyədə gedir, 6 saniyədə isə geri qayıdır. Üzgüçünün suya görə sürəti sabit və axıntı sürətinə paralel olarsa, üzgüçü sürətini əgər 2 dəfə azaldarsa, bu hərəkəti ümumilikdə neçə saniyə yerinə yetirər? Bu məsələdə hal-hazırda bizə qayığın və çayın sürəti verilməyib, ancaq məsafə və zaman verilibdir. Biz buna görə baxa bilərik ki, deməli qayıq çay axını istiqamətində və əksinə getmə müddətlərini müqayisə eləsək, təbii ki, çay axını istiqamətinə gedəndə daha qısa müddətə gedir. Çünki çay sürəti və axıntı sürəti toplanır. V çay plus V axın. Daha doğrusu V qayıq. Ancaq bunu bir qayıq plus çay yazaq. Çünki indi sistem tənlik yazacağıq onda. V qayıq plus V çay. Bu çay axını istiqamətində getdiyi sürətdir. Ancaq qayıq əgər çay axının əksinə gedirsə, onda bildiyimiz kimi sürətlər çıxılmalıdır. İndi baxıram ki, təbii ki, alacağımız fərqin qiyməti daha kiçik olduğu üçün bu zaman daha böyük olmalıdır. Ona görə mən V qayıq plus V çayı bilirəm ki, çay axını istiqamətində gedir və 3 saniyə yerinə yetirir. 48 metr yolu 3 saniyə gedirsə, yazıram 48 bölünsün 3, bu bizə verdi 16. Növbəti V qayıq minus V çayda isə 48 metr yolu bu dəfə geri qayıdır və 6 saniyədə icra edir bu hərəkəti. Deməli, burada ümumi sürətimiz 8-dir. Sistem tənlik eləsəm və tərəf-tərəfə toplasam, 2V qayıq bərabər olur 24-ə, V qayıq bərabərdir 12. Hal-hazırda qayıq 12 metr, yəni suya görə sürəti 12 metr böl saniyədir. Amma məndən məsələdə soruşur ki, qayığın sürətini yarıya qədər endirsək. Yəni, yarıya qədər endirsəm, qayığın sürəti olur 6 metr böl saniyə. Mən 6 metr böl saniyə sürəti ilə işləməliyəm. Onda yazaram ki, təsəvvür eləyək ki, bax, buradan hərəkətə düşən qayıq. V qayıq yazaq. Sürəti 6 olarsa və çay axını sürəti də bildiyim kimi bu istiqamətədir və V çay bərabərdir. İndi baxın, qayığın sürəti 12-dirsə bu sistem tənliklərdə hansını da istəsək V çayın sürətini taparıq. V çay bərabərdir 16 minus 12 eləyir 4 metr böl saniyə. Deməli, çayın sürəti oldu 4. İndi baxıram, 48 metr yolu çay axını istiqamətində gedən qayıq. T getməyi yazaq burada. T getmək bərabərdir. 48 metr yolu. Ümumi sürət 6 plus 4 axın istiqamətində gedəndə. Bu elədir 4,8 saniyə. T qayıtmağı isə geri qaydanda 48 metr yolu artıq sürəti kiçilir. Çünki geri qaydanda artıq qayığın sürəti bu istiqamətə, V qayıq bərabərdir 6 olur və çay ilə qayıq əks istiqamətdə yönəldiyi üçün sürətləri çıxırıq. Yəni 2. Bu bizə verdi 24 saniyəni. Bizdən toplam neçə saniyə dediyi üçün 4,8 və 24-ü topladım. 28,8 saniyə. Düzgün cavab olmalıdır Y variantı. Növbəti məsələmizdə deyilir, sürtünmələrin nəzərə alınmadığı sistemdə 2 kiloqram və 3 kiloqram kütləli cisimlər A və B cisimlərinə, A cisminə mail müstəvi üzrə, B cisminə şaquli yuxarı yönəlmiş qüvvələr təsir göstərərsə, əvəzləyici qüvvə hansı variantda doğru verilmişdir? Bir cismi mail müstəvi üzrə gördüksə, ilk işimiz cismin mail müstəvi üzrə ağırlıq qüvvəsinin paralel toplananı tapmaqdır. Qeyd edək ki, ağırlıq qüvvəsinin perpendikulyar toplananı dayağın reaksiyası ilə tarazlaşdığı üçün hərəkətdə iştirak etmir. Bizə lazım olan və hərəkətdə iştirak edən yalnız paralel toplanan olan mg sinüs alfadır. Yazıram mg sinüs alfa
bərabərdir 2 vurulsun 10 vurulsun 2-də 1, yəni 10 Newton. Deməli, bu cismi geri də itələyən, aparmaq istəyən 10 Newton qüvvə var. İrəli də 10 Newton da artırsa, yekunda əvəzləyici qüvvə 0 olmalıdır. Birinci məsələmiz üçün F əvəzləyici 0. Yəni, birinci şəkil üçün, A cismi üçün. İndi gəlin B cisminə baxaq. B cismini 3 kiloqramlıq cisim səth üzərində qoyulubsa, aşağı doğru bu cismə 30 Newton ağırlıq qüvvəsi təsir göstərir. Onda B cismi üçün əvəzləyici qüvvə 40 minus 30 bərabərdir 10 Newton. Yəni, düzgün cavab 0 və 10 C variantı düzgün cavab. Növbəti məsələmizdə deyilir, sürtünməli səthdə S və T cisimlərinə 50 Newton qüvvə təsir göstərir və hərəkətə gətirir. Cisimlərlə səth arasındakı sürtünmə əmsalı 0,2 olarsa, cisimlərin hərəkət təcilini və T cisminin S cisminə göstərdiyi təsir qüvvəsi neçə Newton olar? Sürtünmə nəzərə alındığı üçün bizim də ilk işimiz sürtünmə qüvvəsini göstərmək və qiymətini hesablamaqdır. Burada qeyd edək ki, sürtünmə qüvvəsi təbii ki, səthlə cisim arasında yönəlir və səth üzərinə oturan cisimlər üçün sürtünmə qüvvəmiz F sürtünmə bərabərdir. Mü mJ'dir. Mü'nü 0,2 veribdir. Ümumi M 5 kiloqramdır. J isə 10'dur. Deməli, buradan alıram ki, sürtünmə qüvvəsi 10 Newton'dur. 10 Newton belə göstərirəm. Bunu niyə hesablayıram? Çünki əvəzləyici qüvvəni tapanda axı cisim irəli doğru A təcili ilə hərəkət edir və mən bu A təcilini tapmaq üçün sistemə təsir edən ümumi qüvvələri ümumi kütlələrə bölməliyəm. Ümumi qüvvəm irəli doğru 50, geriyə doğru 10, deməli 40 Newton. Ümumi kütlə 5 kiloqram, təcilim oldu 8 metr bölü saniyə kvadratı, deməli yazıram A bərabərdir 8. İndi məsələnin növbəti mərhələsində nə edirik? Növbəti mərhələdə artıq hansı cismə təsir edən qüvvəni bizdən soruşursa, T'nin S-ə, yəni mənim cismim olmalıdır S cismi. S cismini çəkirəm və səth üzərində yerləşdirirəm. Bunu daha səliqəli çəkim, bircə dəqiqə. S cismini də yerləşdirək səthin üzərinə və bütün qüvvələri gəlin qeyd eləyək. Hal-hazırda hansı qüvvə təsir göstərir? Sağa doğru 50, bu cür sürtünmə və məndən soruşan T'nin S-ə doğru yönəldən qüvvə sağdan sola doğru, bax bunu soruşur. Deməli, soruşulan qüvvəni F yazıram, bilmirəm. Şəkildə verilən 50 Newton, bu da S cismidir. Yaxşı, bəs təkcə S cisminə təsir göstərən sürtünmə qüvvəsi nə qədərdir? F, S cisminə təsir edən sürtünmə bərabərdir. Mü, M, S'in kütləsi vur J. Yəni, mü 0,2, S cisminin kütləsi 2 vurulsun 10. Bu bizə verdi 4 Newtonu. 50 Newton, 4 Newton, F qüvvəsini bilmirəm və bir də onu bilirəm ki, S cismi də bu sistemin bir parçası olduğu üçün həmən 8 metr bölü saniyə kvadratı təcillə irəli doğru hərəkət edir. İndi artıq gördüyüm ifadələrdən əvəzləyici qüvvəyə tənlik yazıram. MA bərabərdir. Biz dedik, MA hansı tərəfə? O tərəfi müsbət götürürük. 50 Newton. Əksinə yönələn 4 Newton və əksinə yönələn F qüvvəsi. M 2 kiloqram, A da 8 olduğu üçün 16 bərabərdir. 50-dən 4'ü çıxdım 46 minus F. Buradan F bərabərdir 30 Newton. Deməli, təcillim oldu 8, qüvvə oldu 30. Düzgün cavab Y variantı.